Ramazana necə hazırlaşaq? 1. Tövbə və halallıq. Keçmiş səhvlər üçün səmimi tövbə edək. Kiminsə haqqı varsa halallaşaq. Qırdığımız könülləri bərpa edək. 2. Niyyət və qəlb hazırlığı. Ramazan Allaha yaxınlaşma ayıdır. Öz-özünə söz ver. Günahları tərk etməyə çalışacağam. Qəlbimi kin, həsəd, təkəbbür kimi pis fikirlərdən təmizləyəcəm. Ramazanı adi ay kimi yox, bağışlanmaq və İslam üçün sürsət ayı kimi yaşayacağım. 2. Namaza və ibadətə alış. Namazları vaxtında qılmağa çalış. Nafilə namazlara yavaş-yavaş başla. Dua və zikirləri artır. 3. Quran-ı Kərimlə əlaqəni gücləndir. Quranın nazil olduğu Ramazandan əvvəl gündə az da olsa oxumağa başla. Tərcümə və təfsirə diqqət et. Ayələri həyatınla əlaqələndir, yəni təfəkkür et. 4. Oruca fiziki hazırlıq. Ramazandan əvvəl bədəni Ramazana alışdırmaq üçün A. Həddindən artıq yeməyi azalt. B. Çay, qəhvə, siqaret vərdişlərini tədricən azalt. 5. Əxlaq və davranış. Dilini qorumağa qərar ver. Qeybət, yalan, təhqirdən uzaq ol. Səbirli ol. Bağışlamağı, mərhəmətli olmağa seç. Ailən və ətrafınla münasibəti düzəlt. 6. Sədəqə və paylaşma ruhu. İmkan varsa A. Sədəqə üçün plan qur. B. Ehtiyacı olanları əvvəlcədən müəyyən et.